Bugün ölsün, buraya elif çıxdığı yerdə bugün ölsün. Buraya bir əncam eləsinlər, nə olar bala? Güclü yağış Abşeronda bir sıra küçələri keçilməz edib. Yüzlərlə evi su basıb. Normadan artıq yağan yağış 26-cı məhəllə Həsən bəy Zərdabı küçəsində yüzlərlə evi su altına qoyub. Onu da qeyd edim ki, hazırda ərazidə aidiyyatı qurumların əməkdaşları tərəfindən su basmış ərazilərdə suların çəkilməsi prosesi həyata keçirilir. Onu da qeyd edim ki, hazırda küçələr keçilməz vəziyyətdədir. Evlərin zirzəmilərini belə su basıb. Sakinlərin sözlərinə görə suyun səviyyəsi o qədər yüksəlib ki, evdən çölə çıxmaq demək olar ki, mümkünsüz hala gəlib. Onlar gündəlik ehtiyaclarını qarşılamaq üçün uzunboğaz çəkmələrdən istifadə etməyə məcbur qaldıqlarını deyirlər. Çirmənir bugün buraya kim ondan sonra da çay yatır. Mən nə qarım, mən nə tər eləyə ya bala. Qadın alımının böyüyü var, kiçiyi var, uşaq var, dərsi edən var, işi edən var, cavan gəlinlər var. Allah haqqını 2 cüz sapıq verdim, heç tanımırdım da gətirib çıxartmadı. Abşeron rayon icra hakimiyyətindən Dinas TV-yə bildirilib ki, rayon rəhbəri Abdın Fərzəliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Zakir Quliyev, aidiyyatı qurumun rəhbərləri rayon ərazisində su basmış ərazilərə baxış keçirib, yağışın fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərlə tanış olub. Rayon İcra Hakimiyyəti başçısı fəaliyyətində qısa müddətli nasazlıqlar yaranmış, 26 sayılı mərkəzləşdirilmiş nasosxanada aparılan bərpa işləri ilə də maraqlanıb. Bildirilib ki, baş vermiş qəza artıq aradan qaldırılıb və hazırda sözgedən nasosxana gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Rayon İcra Hakimiyyətinin başçısı o cümlədən Xırdalan şəhərində və Məmmədli kəndində də bir neçə ünvanlarda su kütləsinin yığıldığı ərazilərə baş çəkib, sakinlərlə görüşərək onların problemləri ilə maraqlanıb. Su basmanın fəsadlarını daha tez zaman çərçivəsində aradan qaldırılması istiqamətində əlavə nasosların cəlb olunması və digər lazımi tədbirlərin təxirə salınmadan görülməsi istiqamətində göstərişlər verib. Qeyd edək ki, hazırda rayonun su basmış ərazilərində yağışın fəsadlarının aradan qaldırılması istiqamətində Abşeron rayon icra hakimiyyətinin, yerli bələdiyyələr, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumları birgə fəaliyyət göstərir. Nizami Rəsulov, xüsusi olaraq Dinas TV üçün.